YouTube, Instagram ve TikTok hesablarımı takip edip videonu beğenmeyi unutmayın. Sual OTK imtahanına salınıb. Deyir ki, ABC üçbucağında BT tən böləndir. AB 12-dir. AT də 8-dir. AC-ni bizdən istəyirlər. Perimetri də 35-dir. Deməli belə. Gəlin belə bir şey edək. Bura x yazaq və bunu tapaq. Bax, BC-ni tapaq. Necə tapacağıq? 12, 8 və x toplayıram. Bir də BC-ni. Bərabər edirəm 35-ə. Çünki perimetri belə tapılır. 20 plus x plus BC bərabər 35. Buradan gəlin BC-ni tapaq. BC-ni tapmaq üçün nə etməliyik? 35-dən çıxırıq 20-ni və x-i. Qalır BC-nin payına 15 çıx x. Aha, BC-ni də tapdıq 15 çıx x. Və biz tənbölən olduğunu bizə niyə veriblər? Çünki tənbölənin xassəsi var. Həmin xassəni tətbiq edəcəyik. Necə idi xassə? 12-ni x-a vurarıq. 8-i də 15 çıx x-a vurub hasilləri bərabər edərik. İndi bu kənardan yazacağım. 12 vur x bərabər 8 vur 15 çıx x. Tənbölənin xassəsini tətbiqidir. 12x bərabər 8-i 15-ə 120, 8-i x-a 8x. 12x üstə gəl 8x bərabər 120. 12-nin üstünə 8 gələrik. 20x edər 120. X-i tapanda 120-ni 20-yə bölərik 6. Bizə də AC-ni istəyirlər. AC-ni tapanda da 6 ilə 8-i nə edirik? Toplayırıq. AC olacaq 14 santimetr.